Yazırlar ki, kəramət böyük bir istedaddır. Sən kəramətdən nə istəyirsən, kəraməti niyə qoymursan inkişaf eləməyə? Bilirəm, sən ona niyə mane olursan, sən onun qarşısını niyə kəsirsən, o belə. Ay, indi mən də deyə bilmirəm ki, açıq deyəndə də pis kişi olacam. Açıq deməyəndə də belə oluram ki, günah atasındadır. Ay, elə məsələlər var ki, bu ədəbiyyatla bağlı. Qarış, biz evdə yola gedə bilmirik. Mən neyiniyim ya? Çıxış yolu nədədir? Mən nə qarımam? Bunun böyümmü? Sənin Xəlil Rza ilə nə işin var? Xəlil Rzanın tənqid eləmək sənə nə verir? Yeri romanını yaz, povestini yaz, hekayəni yaz, şeir yazırsansa şeirini yaz, müsahibələrini al, get Zərdüştdən 10 dənə müsahibə al, beynini zəhərləsin sənin. Ay, nə istəyirsən? Xəlil Rza sana nə eləyib? Bu adam şəhid olur da, ömrün qurban verib Azərbaycan yolunda. Azərbaycan xalqının azadlığı yolu, oğlum verib. Mən səni şəhid kimi itirsən, mən ürəyim partlayıb ölərəm. Bu adam oğlum verib. Xəlil Rza olmaq çox çətindir.